bizim aşıq dostumuz, gənc aşığımız Samir Cəlaloğlu buradadır. Gəlin alqışlayaq Samiri də. O da elə öz həmyaşıdlar arasında aşıq sənətini yaşadan və olduğu kimi təqdim edən ifaçılardan biridir. Görək bugün hansı ifasıyla bizim könlümüzü oxşayacaq. Hər vaxtınız xeyir olsun. Aşıq ədalətin görünə qurban olum. Deyirdi bu saz yaxşı instrumentdir, intazı bu dırınq olmaya. Gərək bu, burada hamı bilir ki saz köhlənməlidir. Ona görə yoxlayırıq qabaqcadan. Bütün məclis əhlini, buradakı qonaqları, hörmətli insanları, bütün dəyərlərimizi, qardaşlarımızı, ustadlarımızı, dəyərli insanları, analarımızı, bacılarımızı hər birini salamlayıram. Allah hər birinizə can sağlığı versin. Həmişə belə xoş günlərdə görüşək. Qoy belə xoş günlərimiz bol olsun. Bugünkü günümüz sazımızın, sözümüzün bayramıdır. Mən bunu hər zaman demişəm və hər yerdə deyirik. Mən ustadlarımızdan üzr istəyirəm. Burada bizim böyük ustadlarımız var. Nə qüsurum olsa üzürlü sayasınız məni bugünkü gündə. Çünki hər birimiz sevinçliyik ona görə ki, ola bilər bir balacacızımızdan kənara çıxıb əlavə sözlər işlədərik. Ona görə üzr istəyirəm hər birinizdən. Və Yaşar qardaşım, bizim ozanımız, Yaşar, sən bizim dəyərli qardaşımızsan. Bizim ozan sənətimizi bizlərdən də qabaq bizim bölgəmizdə yaşadıb, inkişaf elətdirirsən. Hər zaman biz səni tədbirlərdə görmüşük, hər zaman da o tədbirlərdə görək, o zirvələrdə görək. Ailənlə, balalarınla, əzizlərinlə hər zaman Allah sənə xoşbəxt ömür, xoşbəxt günlər qismət eləsin. Sənin bugünkü gününü 50 illik yubileyin münasibətinlə səni ürəkdən təbrik edirəm. Sənə can sağlığı, ailə saadəti, xoşbəxtlik arzulayıram və balalarının hər zaman barını dərəsən, onların o gözəl günlərinə sevinəsən, həyatda öz evlatlarını bir yana çıxardasan, ondan sonra deyəsən ki, mən rahatam, indi nə istəyirsiniz eləyin. Allah səni var eləsin, öpürəm. Təbrik edirəm bir daha ürəkdən. Sən Durnab avazlı, bülbül avazlı, uzaq yollar gələn yoldaşım mənim, Xəzərli, Göyçəli, Kürlü, Arazlı, uzaq ürəyimin sirdaşı mənim. Dilə gəl, saçılsın ateşin odun, sən ki dərdlərimin tərcümanısan, əsrlər dalından dədəm Qorqudun, bizə göndərdiyi ərmağanısan. Sən böyük bir elin sevinci, qəmi, duymadı, sevmədi, söylə kim səni? Bulutlar dalından şüalar kimi köynəkdən çıxartdı qurbani səni. Bəzən qəsbkarlar girdi qəsdinə, ərləri, nərləri yığıb cəm etdin, Qıratın tərkində düşmən üstünə, Misri qılınc ilə yanaşı getdin. Nurani, pirani, aqil babalar, sandı bir istehkam, bir səngər səni, dedilər köksündə dağ çayları var, zilə qaldıranda ələskər səni. Nəcəfin belində qaynar samavar, Nəcəfin belində qaynar samavar, çiynində alovlu şırımlar saldı. Taziyanə əlindən düşəndə naçar, səni gözlərinin yaşı ilə çaldı. Dümbəhli, zurnalı aşıqlar çıxıb, Dümbəhli, zurnalı aşıqlar çıxıb, toya yox, can atır şavaşa, pula, ərlər meydanına uşaqlar çıxıb, bari uşaq kimi avırlı ola. Burnunu oymağa ər gərəkdir, ər, ozan qiyafətli mülkədarların, qalxsın məzarından aşıq ələskər, yırtsın maskasını saxtakarların. Gəlsin bu ölkənin saz bilənləri, sənət ocağında, sənət elində, orkestr qüdrətli sazım quruyub, çömçüyə dönübdü nadan əlində. Ləli daşdan seçək,
yaxşını pisdən, açılsın ozanın söz xəzinəsi. Bağda qızıl güllər, dağda şəlalə, konservatoriyada saz fakültəsi, konservatoriyada saz fakültəsi. Allah sazımızın sözümüzü bu xalqa, bu millətə, Azərbaycana, Türk dünyasına çox görməsin. Harda Türk varsa, harda ulu ozanlar varsa, orada türkçülüğümüz de yaşayacaq, sənətimiz də yaşayacaq. Və bu sənət uğrunda öz çiyinlərini bu yükün altına verən hər bir həqiqətən olan aşıqlarımıza Allah can sağlığı versin, heç birini bizlərə çox görməsin. Bugünkü günümüz Yaşar qardaşımızın 50 illik yubileyi bir daha mübarək olsun, bir gürültülü alqışlar gəlsin bugünün şərəfinə. Əl çalan əlləriniz var olsun və mən bugünkü gün camayam, Allah sizə can sağlığı versin. Öpüşün ləzzəti deyir dodaqda qaldı. Allah sizləri qorusun. Bu Aşıq Şəmşir yazırdı ki, cavanlar dolanır çöldə, bayırda, mən də pəncərədəncə baxıram öydə. Dizim tutmur qocalığın əlindən, canımı odlara yaxıram öydə. İndi yoxuş olub mənə dolayım, hanı başımdakı məclis alayım. Əşki sürtülüb gedib qalayım, köhnə qazan kimicə baxıram öydə. Şəmşirəm ağardı saçım, saqqalım, qocalıq baş verdi, pozuldu halım. Bir qoca ofçuyam, qaçır maralım, tüənci yalanmazca çaxıram öydə. Allah sizə can sağlığı versin, sizlər yaşayın ki, biz də yaşayaq. Mən bir usta ənənəsinə sadiq qalaraq, bu xalqımız, cəmaatımız aşıq havalarını, ritmik havaları istəmirəm ki, bugünkü günümüzü toyxanaya döndərək. Mən də istəyirəm ki, bir klasik havalarımızdan olan bir bayramı havasını bugünkü gün bu məclisdə səsləndirəm. Çünki o havalarımız hər dəqiqə eşidilmir, hər dəqiqə nəzərlərə çatdırılmır. Alıb çiyinlərimə ömür adlı bir yükü, qışdan yaza çıxmışam, yazdan yaya gəlmişəm. Hopmuşam yağış kimi torpağın ciyarına, süzülüb çeşmələrə axıb çaya gəlmişəm. Şimşəklə, ildırımla döyüşüm davam olub, könlümdə tufanlarım, başımda havam olub, qarlı zirvə dağ başı mənim ilk yuvam olub, gülləri, çiçəkləri saya-saya gəlmişəm. Dən-dən olub ələni vələyindən keçmişəm, çarxında fırlanmışam, fələyindən keçmişəm, o beşiyindən çıxmışam, bələyindən keçmişəm, haqqın mənə verdiyi haqqı saya gəlmişəm. Ağladım, gözlərimin yaşını sildi dünya, qədir ağacı əkdim, qədrimi bildi dünya. Ay Yaşar, sən ki doğulmamışdın, sənin deyildi dünya. Dünya sənin olanda, sən dünyaya gəlibsən, sənin də dünyaya gəldiyin gün bir daha mübarək olsun qardaş. Ritim vermə, elə belə oxumaq istəyirəm, burada sonra deyəcəklər ki, onun inerdin. Dedim yaxın sırdaş kimi, ay bala yaxın dost kimi, qolların boynuma saldı bu yerler, saldı bu yerler, saldı bu yerler. Mənim bir nisgilim ay bala vardın əzəldən, oxşuyub könlümü aldı bu yerler, aldı bu yerler, aldı bu yerler, oy qadağalı. Oxşuyub könlümü aldı bu yerler, ay aman ölür.
kalbim kan ağlar. Haya bir de gelen döylek zavallı çağlar, o öten çağlar. Dedim aşık elden alır ay balam öz nefesini. Geldim eşitmeye oy elmin sesini, elmin sesini, elmin sesini. Çoğlumun dil açana yerler kemen sesini. Zerfelleriyle çaldı bu yerler, çaldı bu yerler, çaldı bu yerler, oy kadar. Zerfelleriyle Ağalıydılar kalbim kan ağlar. Hele bir de gelen döylek o gençlik çağlar, zavallı çağlar. Dedim kim minif qazağına yerler dil bozatını. Kim minif qazağına dil bozatını. O aldı toyların şalxalatını, 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 oy qadanları. Şeirin sənətin ailələ mükafatını her zaman her yerde aldı bu yerler, aldı bu yerler, aldı bu yerler, oy qadanları. Şeirin sənəti yaman ölüler, ağalıydılar kalbim kan ağlar. Hele bir de gelen döylek zavallı çağlar, öten çağlar. Bir daha təbrik edirəm. Çünki burada məlum məsələdir. Başka ritmik musiqilər də hamının eşitdiyini də oxuya bilərdik. Bura aşıq məclisi olduğu üçün elə havalardan oxuduq ki, hər dəqiqə eşidilməmiş havalardan olsun. Yəni apostroflu havaları da çala bilərdik. İndi məclisimiz davam edir də. Birazdan nəsə eləyə bilərik. Sağ olun.
Sağ ol Samir, teşekkür edirik, çok sağ ol. Minnətdarıq.